Xoş gördük, hörmətli izləyicilər, Azad media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Bugün mən Gəncə şəhər sakini İlham Cəlilinin xahişi ilə, onun şikayətinin araşdırılması məqsədi ilə Gəncə şəhərinə gəlmişəm. Nəzərinizə çatdırım ki, İlham Cəlili 16 yaşında 1-ci Qarabağ müharibəsinə könüllü olaraq gedib, 17 yaşında isə əsir düşüb, daha sonra əsirlikdən azad edilib, yenidən döyüşüb, eyni zamanda 44 günlük vətən müharibəsində də iştirakçı olub. İlham Cəlilinin şikayəti ondan ibarətdir ki, bugün ailəsi böyük olsa da hələ də evi yoxdur. Verilən torpaqda isə aldığı imtiyazlar sayəsində verilən pulla, müavinətlərlə evi tikə bilmir. Düzdür, daş töküb bura, amma digər şeylərin eləyə bilmir. Deməsinə görə hər pensiya aldığında bir maşın gücü çatdığı qədər qənaət edib topladığı pullarla daş tökə bilib ancaq. Və istəyi də budur ki, dövlətin balansında olan idarələr, hansılar ki, onlar imtiyazlı ailələr üçün ev tikə bilərlər, onlar ona yardım etsinlər, kömək etsinlər. Tutaq ki, bunu bələdiyyələr eləyə bilər. Bilirəm ki, fövqəladə vəziyyətlərdə ziyan dəymiş evlərə Fövqəladə Hallar Nazirliyi eləyir, amma bugün bilmirəm, bura aidiyyatı var ya yox, təbii ki, yoxdur. Çünki boş ərazidə götürülən torpaqdır və burada da yalnız bələdiyyə və ya icra orqanları, icra hakimiyyəti və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyatı orqanı İlham Cəliliyə kömək edə bilər və burada vətəndaşın çətin durumunu nəzərə alıb ona güzaranını yaxşılaşdırmaq məqsədi ilə ev tikə bilər. Mən indi istəyirəm ki, İlham bəy özü danışsın, problemi nədir, dövlətdən nə istəyir və hansı imtiyazlara sahibdir və bu imtiyazlar ona nə verir. Buyurun İlham bəy. Salam, hər vaxtınız xeyir, cənab prezident. Hər vaxtınız xeyir, sizin adınızı daşıyıram. Cənab prezident, sizin sahənizdə, sizin siyasətinizlə bu torpaq dövlət tərəfindən təqdim oldu. Allah razı olsun sizdən, cənab prezident, xahiş edirəm. Bunun tikilməsi şeyində köməklik lazımdır. Yəni, qüvvəm yoxdur, iş qüvvəm yoxdur. Birinci qrup əliləm. Əsirlikdən gələndən sonra Allah Mehriban xanım canı sağ eləsin. İsraildə başımdan əməliyyat olmuşam. Bədənimə 30 qram salyarka vurulub. Yaralarım, travmam çoxdur, iş qüvvəm yoxdur. Hara gedirəm, iş görə olmaz. Maşınla da təmin elədiniz. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənə bu verdiyiniz məhliyə köməklik eləyəsiniz aidiyyatı orqanlardan. Mən bu evi tikərdim, ailəmlə yaşayardım. İlham bəy, Gəncə şəhər icra hakimiyyətinə və ya indi mən bilmirəm Gəncədə siz hara müraciət eləməlisiniz ki, sizə bu məsələdə yardımcı olsunlar. Eləməmişim. Eləməmisiniz? Eləməmişim. Siz bunda nədən narazısınız? Sana prezidentdən istəyirəm da, yəni dəstək istəyirəm, kömək. Gidin müraciət edin onlara, bəlkə onlar yardımcı olacaqlar. Sana bahçeye demiştim, sağ olsun, elə bir arzıda zaborun 2 maşın kubikini köməklik elədilər mi? Yəni ucu qalmışam, çıxılmaz vəziyyətdə belə. Mənim də yeni yetimə oğlum var, bir qızım var. İstəyirəm o, məsəl uşaqdır, gün sabah evlənmək qərarına gələr, qalmışam. Ev veriblər, taxta binadır məndə, yaşayış mümkündür. Neçə otaqdır? 2 otaq. Bu həm onun mətbəx zad da içində, yoxsa eləcə? Hər şey içindədir. Bütün söz, icra hakimiyyəti sağ olsun, neçə dəfə demişəm, gəlib, bərpa eləyiblər. Yəni çox pis vəziyyətdə yaşanılası ev deyil. İndi qalmışam belə cənab prezident, sizdən Mehriban xanımdan kömək dəstək istəyirəm. Allah var eləsin. Təşəkkür edirəm. Evaz deyə bilərəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, İlham Cəlili 16 yaşında könüllü olaraq 1-ci Qarabağ müharibəsində iştirak edib, 17 yaşında ermənilər tərəfindən əsir götürülüb, ona olmazın işgəncələri verilib, damarlarına benzin vurulub, daha sonra kəllə beyin travması alıb, ayaq barmaqları silikondu, başında eyni zamanda kapron beyin qapağı qoyulub
Və bütün bunlara baxmayaraq nə dövlətindən narazılıq eləyir, nə çətin gündə yaşayır. Buna görə heç kimdən şikayət eləmir. Yeganə şikayəti deməsinə görə ondan ibarətdir ki, bu gördüyünüz ərazidə ki, torpaq verilib ona, bu ərazidə ailəsinin başına yığa bilməsi üçün bir koma qaraltmasıdır ki, bunun üçün də çox maalesef ki, təəssüf ki, özü gedib icra hakimiyyətinə və ya bələdiyyələrə müraciət etməyib. Əgər etmiş olsaydı, yəqin ki, kömək etmiş olardılar ona və Azərbaycan Respublikasının prezidenti Cənab Ali Baş Komandana müraciət edir və ondan ailəsini bir araya toplayıb bir evdə yaşaması üçün bax bu verilmiş ərazidə daşı da var. Yəni digər tikinti üçün lazım olan məsələlər üçün, malzəmələr üçün onun vəsaiti olmadığına görə Azərbaycan dövlətindən eyni zamanda Azərbaycan Respublikasının prezidenti Cənab Ali Baş Komandandan kömək istəyir. Təşəkkür edirəm hər birinizə bizi izlədiyinizə görə. Mən düşünürəm ki, bu iş təkcə Cənab Ali Baş Komandanın üzərində bir vəzifə olaraq qalmamalıdır. Çünki o təkdir, onun əlaqədar nazirlikləri var, qurumları var və onlar vətəndaşın problemi ilə məşğul olmalıdır. Həmçinin icra orqanları var ki, eyni zamanda biz vətəndaş olaraq, imkanlı vətəndaşlar var ki, onlar bu cür döyüşmüş Qarabağ qazilərinə, müharibə veteranlarına dəstək olmalıdırlar. Vətən uğrunda, dövlət uğrunda, dövlətimizin bütövlüyünün bərpası uğrunda canından keçən qazilərimizə, müharibə veteranlarına, onların firavan yaşaması üçün əl tutmalıdırlar, kömək etməlidirlər ki, bu da həm də dövlətə dəstəkdir. Təşəkkür edirəm hər birinizə bizi izlədiyinizə görə.